Salam, hər vaxtınız xeyir olsun. Dəyərli biologiya dərsləri kanalı izləyiciləri, 7 iyun 4-cü qrupların qəbuluna düşmüş biokimiya sualını istədim sizlərə izah eləyim. Deməli, sualda bizə DNT molekulunda azot əsaslarının əmələ gətirdiyi rabitə sayı verilib, hidrogen rabitə sayı və pentozaların əmələ gətirdiyi rabitə sayı bizdən istənilir. Biz adətən dimin testlərində azot əsaslarının qarşı zəncirlə əmələ gətirdiyi hidrogen rabitələri aid məsələlər verilib bizə, onları hesablamışıq. Amma burada bizə karbohidratın da əmələ gətirdiyi rabitə sayı istənilir. Biz ilk öncə, baxın burada DNT molekulunda görürsüz, karbohidratlar azot əsası ilə, öz fosfatı ilə və növbəti nukleotidin fosfatı ilə əmələ gətirdiyi rabitəni görürük. Adətən görürsüz, bir karbohidrat 3 rabitə yaradır. Burada da eyni şəkildə 3 rabitə. Amma zəncirin bir ucunda olan deməli karbohidrat öz fosfat turşusu ilə və özünün azot əsası ilə cəmi 2 rabitə. Qarşı zəncirdə isə yenə sadəcə bir ucdakı deməli karbohidrat öz azot əsası ilə və fosfat turşusu ilə cəmi 2 rabitə əmələ gətirib. Qalan karbohidratlar hər birisi 3 rabitə əmələ gətirib. Deməli, ümumi molekulda cəmi 2 karbohidrat 2 rabitə əmələ gətirib, qalanlar 3. O zaman biz ümumi tapdığımız karbohidratın sayından 2 çıxacağıq. İndi məsələyə keçək. Deməli, azot əsaslarının əmələ gətirdiyi ümumi rabitə 4400. Azot əsasları görürsüz, bir qarşı zəncirlə rabitə əmələ gətirir, bir də özünün karbohidratı ilə. Misal üçün, burada adenin qarşı zəncirlə 2 rabitə, bir rabitə də karbohidratı ilə əmələ gətirir. Və ya sitozin qarşı zəncirlə 3 hidrogen rabitəsi və özünün karbohidratı ilə bir deməli kovalent rabitə əmələ gətirir. Belə olan halda deməli, bizə ümumi bu rabitələrin cəmi 4400 verilib. O zaman biz həmin ümumi rabitələrin cəmindən hidrogen rabitəsi çıxsaq, biz nəyi tapmış olarıq? Azot əsasının karbohidratla əmələ gətirdiyi rabitə sayını tapmış olarıq. 4400-dən çıxarıq 2400-ü bərabərdir 2000. Bu oldu bizim azot əsasının karbohidratla əmələ gətirdiyi rabitə. Bu da nəyin sayına bərabərdir? Elə karbohidratın sayını. Çünki bir azot əsası ilə bir karbohidrat arasında bircə belə kovalent rabitə var. Deməli, bu elə bərabərdir pentozaların sayına, yəni karbohidratların sayına. O zaman karbohidrat sayımız 2000-dirsə, bayaq dediyim kimi, molekulun hər zəncirdə bir ucdakı bu 2 karbohidratı çıxırıq. 2000-dən çıxdıq 2 oldu 1998. Və 1998-i ümumi deməli rabitələri tapmaq üçün 3-ə, çünki adətən 3 rabitə əmələ gətirib, bu eləyəcək 5994 və onun üzərinə həmin çıxdığımız 2 karbohidratın əmələ gətirdiyi rabitələri gələk. 1, 2, 3, 4 oldu, bu 5998. Bu qədər. Əyani və ya onlayn dərslərimə qatılmaq üçün 070 332 92 90 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun.